bugün gördüğünüz gibi hem turistler hem burada Lerik'in inkişafına destek grubunun üzvləri buradadılar. Onlardan biri de bizim icraçı direktörümüz Arzuman müəllim buradadır. Buyurun Arzuman müəllim. Allah hoş geldiniz. Demek değerli Leriklər, değerli Lerin inkişafına destek grubu. Bugün hakikaten Büzeyir Mağaralar kəndində bayram bir axlar arası var. Demək olar ki, bizim Büzeyir Mağaralar kəndində gedən yolların tikintisinin başa çatma mərhələsi müzakirə üçün yığışmışıq və burada geniş bir müşavirə keçirəcək, o vaxtı tədbirin keçirilməsi planını müzakirə edəcək və hər birimiz uzun müddətli 2 il yaxındır burada əziyyət çəkirik. Hər birimiz bir qürur hissi keçirik ki, Büzeyir Mağaraları artıq öz tarixi gerçəkliyini, tarixi qiymətini aldılar və inanıram ki, nəinki Lerin inkişafına destek grubunun, hem de Lerik'in inkişaf tarihinde, hem de bizim Respublikanın inkişaf tarihinde mühim bir mərhələdir. Burada çok qədim insan məskenləri yaşayır, çok qədim insan məskenləri olurlar da bu bakımdan da hələ 100 min illər əvvəl qədim insanlar burada məskenləşiblər, yaşayıblar və onlar bizim əcdadlarımız olurlar və bu bakımdan da bura bizim için çok qiymətlidir, çok değerlidir və inanıram ki, bütün dünya Büzeyri tanıyacaq və bu tanıtım bütün nəinki Büzeyir çərçivəsində, Lerik çərçivəsində, Respublika çərçivəsində bütün dünya çərçivəsində gedəcək. Hələ burada çoxlu tədqiqat işləri var, elmi araşdırma işləri var və inanıram ki, dünyanın arxeologları, eləcə də vətənimizin değerli arxeologları hələ burada çoxlu işlər aparacaqlar. Artıq yollar hazırdır, işləmək üçün plan var, işləmək üçün şərait var. Hər birimizi təbrik edirəm, hər birimizin canı sağ olsun. Bu proyektə əziyyət çəkənlər, çəkməyənlər, qəlbi bizimlə olanlar, bütün Azərbaycanlıların canı sağ olsun. Və bir daha proyektə uğur arzulayıram və bütün iştirakçıları da təbrik edirəm. Çok sağ olun, teşekkür ederim.